bu zəminədə salhay sal illər boyunca zəhmət çəkmisiniz, işləyirsiniz. Xatirələrdən də deyin, o çətinliklərdən, asanlıqlardan, şirin xatirələrdən, şayad o müşkülaتی ki varız idi bu zəminədə بالاخره bir gecədə çadan işfaq yetirənmir bu zada. در واقع salhay sal illər boyunca zəhmət çəkmisiniz. Bəli, mən demək olar ki, çox kiçik bu işlərdə işləyəndə. Məsələn, mən oturardım gecənin səhərə kimi. Bir gün bir dənə İmam Rızanın ətini çəkirdim və İmam Rızanın ətini çəkirdim. Ləmpa işığında. Evdə məsələn bərq var idi ha. Bərq bəran ki narahat eləməsin. Bərq yəni yatırlar. Aha, ləmpanın ləmpə yandırardılar. Ləmpə də ləmpanın işığında mən bunu çəkdim. Anam rəhmətli yuxudan durdu, sübh gördü mən hələ işləyirəm. Mən hələ işləyirəm. Mən o səhnə məsələn yadımdan çıxmaz. Mandegar səhnədir. Gecənin səhərə kimi mən məsələn işləmişdim. Əlbəttə çox gecələr səhərə kimi işləmişik ha. Məmulən tərrahlar gecələr ilham alırlar. Çünki necə həm xəlvətdir, aramış da vardı. Gecənin bir növ sükutu və əslən bir növ aramış verər. Aramış verir. Eşqi də olsa da biz zamanı bilməz. Bir zaman görə ki oldu səhər. Səhər oldu. Bir şeydə mən bu Bağı Behişti tərrah eləyəndə bunun hər yerin tərrahı eləmişdim. Bu rəz 9 metr idi, bir dənə 2,5 3,5. Rəzi 80 ərzı bexid. Mən hər yerin tərrahı eləmişdim, vəsəti qalmışdı. Vəsəti də bir cür ki, mən o zaman qəraat-ı Qurana çox gedərdim. Burada Seyyid Şəhədə məscidində bir dənə bizim qayə Quran varımız idi, ağay Yavəri. Bəli, Allah ruhunu şad eləsin, bəli. Behişti mənə tərif eləmişdi ki, Behiştdə bir dənə Nəhri Cəfər vardı. Bunun tamaşasına əksərən gedərlər bunun tamaşasına. Heyvanat da gedər bunun tamaşasına bu nəhrə. O qədər gözəldir. Mən getdim bunu tərrah elədim bir dənə Nəhri Cəfəri. Bir dənə zehni halətində tərrah elədim. Bunun tamam heyvanatda əksərən məsələn morğu eşqidən, simorğudan, ayıvi, ahudan, zatdan, gözəl heyvanlardan çəkdim ki, bunlar gedirlər məsələn bunun dövrədən bunun tamaşasına. Demək olar 8 dənə də huri çəkmişdim, mələkə çəkmişdim ki, bunlar da gedirlər. Vəsətin halı qalmışdı. Bu vəsətdə mən qaldım. Allah bu nə mənə çəkim hamı buna arada vəsətə baxır. Mən hətta çox ustadlardan da Tehranda, Təbrizdə sual elədim. Bir də İsa Məsihin ətsincə, bir dənə küzəcə, bir də. Mən dedim, axı olmaz. İsa Məsihə niyə cəmaət dursun baxsın? Ya bir dənə küzəyə niyə dursun baxsın? Ya mən işi olmaz, o da mən işləyəm. Mən qalmışdım. Allah öz şahiddir. Bir gün yatmışdım. Gecə saat 3 idi. Yuxuda gördüm. O təhrikim gəldi durdu gözümün qabağında. Mən durdum tərrah elədim onu. Bir dənə Xurşid. Xurşid bu bir dənə xanım şəklindədir bu Xurşid. Bunun başının tükləri simor vurdular. Məcmuə şəmsilər var idi bunun dövrəsində. Hamısı bir dənə rəhdədir. Bax, və simorğular da qatışmışdı bunun başın tüklərində. Bir rəng idilər. Yəni bunlar, məsələn, simor ayrı rəhdola, Xurşid ayrı rəhdola xanıma. Bunlar hamısı bir rəhdədir. Qatışmışdılar, pəhm olmuşlar. Mən durdum, başladım bunu tərrah elədim. Gecə saat 3-də yuxudan durdum, bunu tərrah elədim, başladım rəhlədim. Yaddan çıxmıyor. Verdim, toxudular. İndi də ki, burada divardadır, eləyə bilirəm, görsədən bilərsən. Bəli, bəli. Ərzibə, bu özü çox mühüm idi. O vəsət qismətdir ki, mən buradan görürəm. Bəli, bəli, diqqət eləsəz. Siz bu İranlılardan oraya baxırdım ki, binəndələrimiz də indi dəqiqən mən təsvir izad eləyəcəyim ki, həttəmən xob görələr. Bəli, bəli. Məsələn, bizim demək olar ki, 35 il bundan qabağımızın işidir. 35 il bundan qabaq. Salı 70, indi də az qala demək olar 34 il bundan qabaq. Baxın görün,
Mən deyə bilirəm ki, vaqəən hünərməndin bəzi işləri vaqəən, yəni mən deyə bilirəm ki, şayad 80% işləri ilham olmasa, در واقع onun ruhu olmaz. Bəli, o bəli. işin. İstəyirək bir iş mandəgar ola, onda bir ruh ola. Həttəmən onda bir ilhamları da vardı ki, halatı mənəvisi vardı Bəli, və bəli. həm binəndiyə və həm xود tərrahın özünə təsir guzardı. Bəli, bəli, bəli. Ərz və xidmət. Bəli, onu Bəli. tərrah elədi. Və onu tərrah elədim da rahat oldum da. O da Bəli, məsələn fikriniz rahat fikrim oldu. rahat verdim, Bəli, toxudular. toxudular. Öz kargahımda toxunurdular Bəli, mənə. nə gözəl. Bəli, Rəcə 80 Bəli. bunu mənim öz kargahımda toxunurdu. Çox gözəl iş idi. Çox gözəl iş idi vaqəən. O zaman cavan idik bir də məsələn o gözəllikdə Bəli. işləri toxuduq. Çox ali. Xoyda bir də məsələn qəşəng də hünərmənd, qəşəng bafəndələr var idi Bəli, məsələn. bəli. Bunları toxuyurdular. Vaqəən xoyda qəşəng hünərməndlər var. Cəlibdir ki, elə sizin elə söhbətlərinizin در واقع zeminində bizim keçən həftəki bərnaməmiz در رابطه با رنگ و رنگرزیدی و در واقع boyaqçıların موردində idi. Bərnaməmiz keçən həftə پخش oldu və bu həftədə vaqəən irtibatı vardı ki, در واقع فرشین، رنجین و ipin در واقع نوعunda خود رنجنده و تاثیر و رنج Bəli, çox bəli. mühümdür Çox ki, mühümdür. Cəlib oldu ki, در واقع o bərnamədən sonra xüsusən bərnaməz pəxş oluruq və binəndələrimiz də şahid bu hünərnimایی və در واقع الهاماتdır ki, adam در واقع hünərmənd طی سالهای سال zəhmət çəkir, bula ələ gətirir və öz təcrübələrini در واقع göstərir. Əfrad görürlər öz gözlərini və hiss eləyirlər. Fərşin Behdərin tərrahısı ola. Bəli. Behdərin tərrahısı ola fərşin. Bir dənə belə ustad bunu tərrah eləyir. Bəli. Bunun rəngi qəşəng olmasa, Bəli. ərzişi yoxdur, olmayacaq. Cəzabiyyət O Behdərin tərrahi Bəli. heçə gedəcəkdi. Yəni bunun gərək rəngi də düz ola. Yəni rəngirəz ki, gərək bunu qəşəng rəngini çıxada. Ondan sonra indi bu fərşin qəşəng tərrahısı oldu. Qəşəng də rəngi oldu. Bəli. Bunun bafəndəsi də qəşəng ola. Bəli. Dəqiqən diqqət eləyək ki, Bunu düz toxuya. düz toxuya, bəli. Rizələrinə diqqət. Düz toxuya, Rəclərə. sındırmaya. Bəli. O məsələn bir dənə gülləri ki tərrah olunubdu. Bir dənə o pərəndələri ki tərrah olunubdu. Bəlkə o işləri ki bunda rizakarlar ki bu işdə görülübdü. Bunlar hamısını dəqiq yerinə qoyaq. Yerində, bəli. Dəqiqən işlədi o. Və yerinə. Həsf Həsf eləməyə, bəli. bəli. Darıxır görsən deyə, bunun burasını da heç eləyək də nə olacaq? Bəli. در حالی شدم من burada tabloyu همونو سه بعدی در واقع زاده باخرام خانه باغا باخرام که در واقع Bəli. bahar fəslində pişirirəm. Bəli, Kuça Adam bağda. Kamilən buradan halət səbuduluğun ehsas eləyir ki, fasilələri, pillələri, divarı, o aşağıda açıqlar xidməti. Kamilən adam o səbuduluğun. Neçə dənə rəhlər işlədi burada. Nədir rəhlər, riz rəhlər işlənir və adam o zində budəni kamilən ehsas Bəli. edir və adam o xas təravət və şadablıq verir. Mən demək olar ki, bir dənə nəxşəni tərrahı eləyəndə adam zora düşür. Bəli, Zora düşür, fikr eləyir. bəli, Bu tərrahı eləyəndən sonra elə ki bunu rəhlədin. bəli. Buna durdun bir məsələn bir 2 metrdən baxdın. Onda cavanlanırsan. O cür adama ruhiyyə verir. O zəhmətlərin də Əslində adam cavanlanır. Cavanlanır, bəli. Sizin در واقع işləriniz, əsəratınız bu işlərdədir ki, çıraq tərkin hamımızı به قول معروف deyirlər, مثل ستارگان پرنور yanırlar, işıq verirlər. Mən tərrah olmasaydım bu işləri gətirəməzdim. O cürdür, bəli, o cürdür. Bunların hamısı berənd işdir. Bəli. Bu işləri ki bizim barımızdır, tablolar bedun eybidir. Yəni bir nəfər gəlib bunlara bir dənə eybi qoyanmaz deyə, bunun burasında məsələn burası belədir. Və eybi yoxdur. Niyə? Məncə ki mənim hərfəm tərrahıdır. Dəqiqən bölünür də, bəli. Bəli. Kamilən o cür. Eybli olsa mən bunu gətirmənəm mağazaya. O cür. Və ona xatir o əlaqə ki tərrahiyə varımızdır. İndi də belə həmin tərrahları, həmin işləri gözümüzün qabağında burada həmişə gör. Qallam, birdən görsə bir dənə tabloyu yarım saat axmışam. Bəli, o cürdür, vaqan. Tablonun içindəyəm mən. Bəli, seyr eliyordum o. İçində yol gedirəm tablonun. Bəli, bəli. Tablonun Hamısı xatirədir. və tablonun içində
sən nəcib vardı olsun bir dənə tabloğun içinə. Bəli. O eləyə bilən Hətta o da tərrah eləyə o Bu cürdə. ahənglərdə də görürsən Mövlana məsələn bu bir Bəli. tək şeirlərin zətləri O məsələn cür, oxunur zət edir. Mən axaram, qallam bunun içində. O cür. Qərq az qallam qərq olam. O cürdür, bəli. İnsan o adamca şinaxtı vardı, dəqiqən gedəcəkdir, qərq olacaq və seyr eləyəcək onun içində. O cürdür, o cürdür. Bəli. Ustad bunu buyurun ki, indiki biz bu dövrə zamanədəyik, elm pişrəft eləyib, kompüterlər çıxır, huş məsnui çıxıb və kölli bu məsələlər görürsünüz ki, yavaş-yavaş bu tərrahının, nمیدانم bəzi işlərin ki, məsələn fərzələ hünərməndi ki, şayad aylar vaxt bu bir dənə bir şey tərrah eləyirik, dəqiqə saniyədə məsələn görürsən bir dənə tərrahını çıxardır. Bəli ki, ayəndəmiz bu cavanlarımız eləyə bilsinlər bu hünəri hifz eləsinlər və hətta reştəyi bu hünəri bizim danışgahlarımız və danışgədələrimiz eləyə bilsinlər. Çünki xoyda بالاخره فرشین گسترشی var. و بله. ریشه به قول فش خویداد. Bəli, bəli. Eləyə bilək biz bunu göstəriş verək. Məsullara, cavanlara, ayəndələrə nə mənə peyamımız var ki, biz bu hünəri hifz eləyək. Vallahi hünəri hifz eləməyə, hünərə gəh əvvəldə ərziş verəsən. Ərziş verəsən hünərə. İndi biz bir dənə tərrahını, məsələn, bir nəfər alan vardı o, burada ya, mənə bir dənə nəqşə çəkirəm. Mən bunu çəkirəm bir dənə, indi hər nə məbləği ilə pul alır. Bu çıxır yeşikdə olur 10 dənə, 20 dənə, onu fit kop eləyirlər. Kop eləyirlər. Kop eləyirlər. Bunun gəh qabağı alına. Alına kopu olunmuyor. Olunmuyor. Bir nəfər məsələsi rayət ola. Bəli, kopu rayət ola. Bu bir dənə məsələn qabağının bir dənə məsələn rayət olsa, bu bir boğduda. Bir boğduda məsələn nə qədər hünərməndi difə olunar ki, bəli. Nəşri sizinkidir. Bəli, bizimkidir, bəli. Və o şəxsi ki, ikinci şəxsi ki istəyir bir dənə də bundan toxuya, yenə gedir o tərrahın yanına. Yəni ondan icazəsini ala və onu haqqı dubara. O bir dənə dubara cədid bir şey verər. Bəli. Dubara bir dənə cədid bir şey verər. Ondan da yaxşısını verər. Məsələn bu təşviq olar. در واقع burada هم حمایت از هنرمندید و هم تشویق هنرمندید. İndi huş məsnui ola, kompüter ola, hər nə mənə tərrah eləyə kompüter. Bunlar vardı. Bunlar bir dənə yerdən gedirlər bunu götürürlər, gətirirlər bir-birinə vəsl eləyirlər. Bizim cavanlarımız eləyə bilərlər ki, əgər bu işə əlaqələr olsa, bu işə xas bir əlaqə niyazdır, əlaqələr ola. Deməyə məsələn mən kompüter, bu başlayır özü bir dənə məsələn dada əlinə tərrah eləyə özü. Biləxərə bu işə əlaqəmənd olanların nə mənə əvamirləri olsa, əzdəhazı tərrahi xidmətlərində varam. Hər nə qədər köməkli əlimdən gəlsə eləyə bilərəm, köməkli eləyəm. İnşallah. Muvaffaq olasınız. Sizə arzuyu muvaffəqiyyət edirəm, can sağlığı və inşallah həmişə şadlıqda, səlamətlikdə olasınız və inşallah ki biz ayəndədə cavanlarımızda görək ki, bu zəminədə muvaffaq olublar və bu hünər inşallah idamə verilir. Və bu seri bərnamələrə əlaqəmənd olsanız, həttəmən kanalımızı subscribe edin və bizimlə yol verin. İnşallah gələn bərnamələr üçün hamınızı Allah'a tapşırıram, Allah'ın emanı.